Narahat olmayın, səbirliyəm. Şikayətlə bağlı gecə açdım. Heç nə demirəm, narahat olmayın. Artıq şikayətimi vermişəm. Narahat olmayın. Buradan çox şey deməyəcəm, amma mən paylaşdığım statusda kiminsə adını çəkməmişəm. Amma kimsə mənim yayınlarda şəxsiyyət və ləyaqətimi alçaldıb. 3300, 3400 insanın içində ağıza alınmayacaq sözlər deyilib. Əlimdə sübutlarım da var, faktlarım da var. Mən buradan bir şey demək istəyirəm. Allah eləməsin, mən heç bir zaman mərdimazar deyiləm. Kiməsə də mərdimazarlıq eləmərəm. Amma bir Azərbaycan xanımı olaraqdan mənim toplum içində, insanların içində mənə ağzına gələni deyilir. Heç layiq olmadığım sözlər deyilir. Və mən də buna görə Azərbaycan qanunlarımıza, polisimizə hər zaman inanaraqdan hərəkət edirəm. Bu haqda da indi heç nə deməyəcəm. Bu qədər. İlayda, hoş geldin. Ve bu arada bir şey söyleyeyim ben. Mən burada heç bir insana pislik eləməmişəm, eləmirəm də. Mən əgər pis bir insan olsaydım, bu qədər xanımlar mənim yanımda olmazdılar. Mən heç kimə ağırlıq da verməmişəm, heç kimə pislik də eləməmişəm. Monikada suluyurdular onu. Yaxşı. Yaxşı. Yok, konuşmuyorum İlayda, merak etme. Ben danışmayacağım. Ben danışmayacağım. Sadece olarak ben buradan bazı yayıncılara da bildirmək istəyirəm. Bu ölkədə qayda var, qanun var. Siz istədiyiniz şəkildə insanları burada çıxıb ağzına gələni deyə bilməzsiniz toplum içində. İnsanı gözdən salacaq sözlər də işlədə bilməzsiniz. Sizə bu dövlət elə bir qayda verməyib, elə bir yetki də verməyib. Çünki bu ölkədə qayda var, qanun var. Çox tiktokerlər niyə məsəl üçün çox şeyi efirdə dalaşmır demir? Çünki onlar bilirlər ki, bu ölkəmizdə polis var, qanun var. Onda özbaşınalıq olardı da, hamı çıxıb ağzına gələni bir-birinə deyərdi. Bəs bu ölkədə sosial media ilə maraqlanan qayda və qanunlar nəyə görə var? Az yaxşı deyirsiniz mənə. Mən kimə nə pislik etmişəm? Kimlə məzələnmişəm bu günə kimi? Hansı yayıncı ilə məzələnmişəm? Hansı yayıncı ilə artıq əski söhbətlər etmişəm? Mənə bir dənə bir şey deyin ki, uşaqlar, mən hansı yayıncının haqqında oturub, durub məzələnmişəm, onların söhbətlərini eləmişəm? Hansı yayıncı ilə eləmişəm? Mən bugünə kimi mənə pislik edən insanların belə haqqında burada çıxıb artıq əski danışmamışam.
Vallah danışmamışam. Amma haqqımın tapdalandığı yerdə də bunu əgər sussam, bu özümə hörmətsizlik olar. Minlərlə insanın içində kimsə məni durub ağzına gələni deyirsə, qanun qarşısında da qanunda cavabını verəcəkdir. Hacı xanım da deyirsiniz mənə, pis olsaq, ağzımıza gələn hərəkəti etsək, deyəcəksiniz ki, tərbiyəsizdir. Səhvlərimizdən dərs çıxarsaq, böyüsək, özümüzü kamilləşdirsək, deyəcəksiniz Hacı xanımdır. Bəs biz neyniyək? Neyniyək də? Yəni, Hacı xanım sözünün mənası nədir ümumiyyətlə? Sizdən soruşuram. Siz axı Azərbaycan xanımısınız. Siz xanımın hər zaman yanında olmalıdır axı. Bu Hacı xanım sözünün mənası ümumiyyətlə nədir? Yəni, niyə bu sözü işlədirsiniz ki? Deyirsiniz ki, hə, ekranda belə qalır. Neyniyək? Pis olaq elə, ömür boyu elə olaq. Nə edək? Mənə deyirsiniz yol. Yəqin mənə deyənlər eyni yolda olmuşuq yəqin ki. Açıq geyinməyi, nəyisə pis mənayı yozursunuzsa, yəqin ki biz sizinlə eyni yolda olmuşuq. Ona görə elə başa düşürsünüz. Yəni bu söhbətləri. Hansı zamanədə qalmışsınız bəziləriniz? Mən heç kimin adını bugünə kimi sosial şəbəkəmdə canlı yayında adını çəkib təhqir etməmişəm. Amma mənim əlimdə sübutlar var. Problem deyil. Narahat olmayın. Mən düşük sözünü ad çəkirib demişəm. Sübutunuz var, düşük adını çəkib də kiminsə adını çəkmişəm. Amma yayınlarda mənim adım çəkilib və mənə ağzına alınmayacaq Azərbaycan xanımları içində, toplum içində amansızcasına mənim haqqımda danışılıb. Və mənim əlimdə sübutlarım var. Useri səssizdən çıxardın zəhmət olmasa. Moderator İlayda, onu blokladın mı ya? Hərənin də ağzına, bu bəzilərinin də ağzına keçmişdə yəqin ki bir yerdə hərəkət eləmişik də, daş dövründən qalan bəzi insanlar. Keçmiş deyib cinayətkar olmamışam, narkoman olmamışam, kiminsə ayağını qazmamışam. 3 il tətil bölgəsində yaşamışam, hamı da açıq-saçıq çoxları geyinir də. Bu nə sözdür bəzilərimizin ağzına düşüb keçmiş ki, keçmişdə yeni yoldaşınızla bir yerdə şəklim zadım yayılıb bəyəm, keçmiş deyib qalmışsınız əlinizdə. Da bilmirsiniz nəydən danışasınız valla. Batan, teşekkür edirəm. Darıxmayın, narahat olmayın. Yaxşı olacaq hər şey. Yaxşı olacaq hər şey. Zaten öyle. Narahat olma. Mən artıq əski heç vaxt şeylərdən danışmıram, narahat olmayın. Seni sevənlər sana yetər. Teşekkür edirəm. Çox sağ ol.
Bu arada da bunu da deyim üstümdə qalmasın. Ulaş mənim 2 illik yayın etdiyim bir insandır. Mən Allaha şükürlər olsun ki, əgər bir şey olsaydı Ulaşla aramda 2 il əvvəl olardı. Ulaş daha Azərbaycanda heç bir yayıncını tanımazkən birinci məni tanıdı. Daha heç bir yayıncı, heç bir dənə belə Azərbaycanda yayıncı tanımırdı Ulaş. Birinci məni tanıyıb. Olsaydı 2 il yarım ərzində olardı. Demək olmayıb ki, demək ki olmayıb. Ola da bilməz. Dörtlüyə qalanda isə bunu deyim ki, bəzilərinizin ağlında mənfi fikir qalmasın mənə qarşı. Qanuni baxımdan kənara qoyuram. Qanunen onu əgər mən etməsəm mənim şərəfim yoxdur. Mən ləyaqətsiz mən özümə hörmət etməyən bir insan olaram. Əgər bu sözləri mən udub, bu qədər insanın içində mənə ağzına gələni dedi də, düzdür. Mən amma onun adını çəkməmişdim də, yəni mən ona beldən aşağı heç vaxt vurmamışam. O ki, madəm məni 3300, 3400 insanın, xanımın içində ağzına gələni dedisə, mən əgər nə isə etməsəm, bu mənim özümə şərəfimə promoy, yəni şərəfsizliyim olar. Yəni bu özümə birinci hörmətsizlik olar. Bunu nəyə görə deyirəm? Amalyanı o böyük ehtimalla nəzərdə tutur ki, padruqamı Ulaşa düzəltmək. Mən elə şərəfsiz deyiləm. Amalya ilə Ulaş oynayanda mən daha Ulaşla Amalyanı eyni yerdə dörtlüyə qoşmamışdım. Batuhanla mən oynayırdım. Biz də eşitdik ki, Amalya ilə Ulaş bir yerdə PK edirlər. Daha mən heç onları tanış etməmişdim PK-da. Allah şahiddir. Batuhanla mən oynayırdım. Bir də baxdım ki, bizə yazdılar ki, dörtlü qoşun. Yadınızda olanlar var da qızlar. Bir də yazdılar ki, dörtlü qoşun Ulaşla Amalya da PK edir. Mən də dedim, doğrudan onlar qoşuldu. Yalan demirəm. Yalan niyə deyim ki? Yalan niyə deyim? Ulaşın özündən soruşun, Amalyanın özündən soruşun. Mən niyə yalan deyim? Nə olmağını istəyirsiniz ki? Yalan danışmıram mən. Bax, buradayam. Düzün bir baş var, o da düzdür. Bu qədər. Bax, buradayam, burada. Yalan danışmıram. Niyə yalan danışmıram? Ged Ulaşdan soruş. Əlin Qurana bassın. Əgər elə bir şey yoxdursa. Mən heç bir zaman kiminlənsə kimin etmərəm. Niyə elə bir şey elə? Mən nəyimə lazımdır ki, o qədər bekaram mən. Yoxsa ki, Allah şükürlər olsun, Amalya heç bir zaman kiməsə də deyil, yəni möhtac da deyil. Ağıllı qızdır o. Mən bugünə kimi həyatımda heç vaxtı kimlənsə kiminsə arasını da düzət, padruqam belə olsa. Amalya mənim bacımdır, ailəmin içidir, yəni o. Mənim mamam Amalya mamasını tanıyır. Bizim evə də gəliblər, Amalya gel, bacısı, özü, nədir onun adı, xalası qızı, hamısı gəliblər bizim evimizin içinə. Biz bir yerdə, neçə deyim, 1 il yarımdır ki, belə bir yerdəyik. 2 ildir. 200'lü hansı hərəkətim var ki? Hansı hərəkətimdən 200'lüyəm mən? Nəyə görə 200'lü olmalıyam ki? Mənim nəyimə lazımdır onlar? Fikir şeyləri. Mənim nəyimə lazımdır ümumiyyətlə? Evet İlayda, ben zaten hukuki anlamda konuşmuram burada. Ben bilirsənmi, mən burada bəzi şeyler var ki, onlara açıqlıq gətirirəm ki, insanların, tanımayan insanların da ağlında mənfi nəsə qalmasın.
Ulaşla mən çoxdandan PK edirəm. Hələ heç kim Ulaşı tanımırdı, mən tanıyırdım. Yəni biz birinci dəfə deyil ki PK edirik. Biz həmişə 2 ildir biz dayanmadan PK edirik ondan. Nə var ki burada? Nə o mənə yan gözlə baxıb, nə mən ona yan gözlə baxmışam. Şip söhbətinə qalanda isə bir ara mən ona görə demişdim ki efirdə insanlara görə aramızı pozulmağına icazə vermə, boş ver. Zaten özəldən mən səhifələrə də yazırdım ki o şeylər qalxsın deyə. Səhifələrə yazırdıq biz zaten o şip söhbətinə görə bizi şipləməsinlər, biz onunla dostduq deyə. Yəni onu biz qaldırtdırırdıq səhifə. Onu deyəndən sonra 2-3 səhifələrdə zaten şey olmadı. Şip söhbəti yığışıldı artıq. Olmadı. Belə pis çıxmazsan, heç kim uşaq deyil də, yəni qətiyyən. Mən yenə də deyirəm, bax bu qədər adamın içində deyirəm. Rəbbimə and olsun, Allahıma and olsun deyirəm. Mən mərhəmətli insanam, vicdanlı insanam. Mən mərdimazar deyiləm, kiminsə ayağın qazmaram. Amma məni insanlar içində ağzına gələni deyən insanın əgər geri çəkilsəm, Allah mənə bildiyi kimi eləsin. Batuhan, teşekkür edirəm. Alim sabitləməyi kaldırma Batuhanın, lütfen. Yəni mən heç bir yayıncıya burada icazə vermirəm ki, minlərlə insanın içində çıxıb mənim haqqımda, nəinki məncə heç bir yayıncı icazə verməməlidir. Çünki bizdə burada etibar söhbəti var. Mən indi hal-hazırda oturub sakit yayınlarımı edirəm. Uşaqlara pis örnək olacaq, heç nə etmirəmsə, böyüklərin qarşısında normal şəkildə yayın aparıramsa, heç kimin haqqı yoxdur ki, burada mənim haqqımda nəsə desin. Heç kimin haqqı yoxdur. Qəti şəkildə heç kimin haqqı yoxdur.